Aleykümselam və rahmetullahi və barakatuh. Burada bir sual var, qəribə bir sualdır. Məzmunu odur ki, İslamda qız qaçırmaq icazəlidirmi? İndi burada səbəblər gətirir ki, nə bilim, ortada maddiyyət durum var, qızın atası razıdır və s. Qısacası cavab ondan ibarətdir ki, İslamda, İslam dinində qız qaçırmaq haramdır. Bir iki şey deyəcəm, siz fikir verin bu məsələyə. İslam dinində bir kişinin naməhrəm bir qadına uzaqdan da belə baxması, naməhrəm bir qadına necə deyək, xəlvətdə qalması, əlini toxundurması və s. bunların hamısı haramdır. Hansı ki, bunların hamısı zinanın vəsilələrindəndir. Əgər İslam dinində adicə bir naməhrəm qadına, hətta şəkildə olsa belə baxmaq qadağandırsa, baxmaq haramdırsa, naməhrəm bir qadına toxunmaq haramdırsa, sən bir qadın, sənə halal olmayan bir qadını necə əlini vura bilərsən, necə onu apara bilərsən, necə onunla gedib xəlvətdə qala bilərsən, necə? Hətta deyirsən ki, valideynin maddi durumuna görə vermir. Və salam, atası var, atası olan yerdə başqasının dəxiliyyəti yoxdur orada. Bu birinci məsələ. İkinci məsələ gəldikdə dayı heç vəlilərdən sayılmır. Yəni, hansı ki, kəbində onun vəliliyinə icazə. Dayının heç əlaqəsi yoxdur. Çünki dayı ana tərəfdir. Vəlilikdə gəlir atası yoxdursa, babası, əmisi, qardaşı və s. Amma dayının bu şeylə əlaqəsi yoxdur. Və ayrıca bunun atası ola-ola bu qadın nə ilə hara qaça bilər? Necə onu o müsəlmanam deyən bir kişi qaçırda bilər. Bu, ofisiallı bir zinadır bu. Fahişəlikdir bu. Və ayrıca atası olan yerdə halallıq vermirsə, heç onun kəbini belə səhih deyil. Qısacası, mənim tövsiyəm odur ki, bu İslam dinində əsla qəbul olunmayan, İslam dini nə yaxından, nə uzaqdan icazə verməyən, icma ilə haram olan məsələlərdəndir bu. Tövsiyəm də odur ki, bu məsələ ilə ilgili madəm ki, o kişi nə səbəb deyirlər desinə, o atası icazə vermir və buna razı deyil, o qadının əsla o kişiyə razılıq verməsi də düzgün deyil. Biraz, mən bacılara tövsiyə eləmək istəyirəm ki, yəni biraz uşaq kimi hərəkətlər eləməsinlər. Yəni, ucuz evlənənlər ucuz da boşanırlar həmişə. Bu cür eləyənlər çox nadir şəkildə onlar yəni bir ailəyə sahib olublar. Sabah birisi gün birdən onu atsa, atasından, anasından keçib, əgər bunu seçibsə, yox, şəhvətinə uyub və yaxud da nəfsinə uyub buna qoşulub qaçdısa, apardısa, sabah atasının, hansı ki, atası, anası onu böyüdüb, boya başa çatdırıb, ona o qədər zəhmət çəkib, əmək çəkib, bundan sonra onları saymayıb, birinə, şəhvətinə və nəfsinə yenilib, biri ilə qaçıb gedərsə, sabah birisi gün boşananda, sabah birisi gün belə lorca desəm, təpiyi vurub onu qovanda, hara gedəcək bu qadın, hara? Gedib körpünün altından mı yatacaq, hara gedəcək, kimin yanına gedəcək? Hər yerdən şər və fitnə tökülür. Hər yerdə insan cildində olan canavarlar var, kimin yanına gedəcək? Nə üzlə qayıdacaq öz ailəsinin yanına? Hansı sifətlə? İslam dinində belə tərbiyəsizliklərə, ədəbsizliklərə əsla yer yoxdur. Allah'ım müstəhan. İxlasla.com saytı tərəfindən təqdim olundu.